Qardaş, zəhmət olmasa cavab ver. Mən bir Şotland vətəndaşıyam. Mən bir Şotland vətəndaşıyam və deyək ki, öz dinim var. Niyə mən məcburam ki, ərəbin dinini qəbul edim? Bu ərəbin dini deyil axı qardaşım. Bakı, Azərbaycan. Bu ərəbin dini deyil axı. Din ərəbin deyil. Din İslam dini bütün dünyanındır. Bütün müsəlmanlar üçün gəlir. Allah Teala Quranda buyurur ki, biz səni, yəni Allahın Rəsulunu aləmlərə rəhmət olaraq göndər. Yəni hər bir insan üçün göndərilib. Allah Rəsulu gəlməyib ki, bir dənə ərəbə bunu danışsın ki, ərəb də bu dini götürsün. Bu hamıya gəlir. Yəni fərq etmir sən türksən, sən ərəbsən, sən farssan, sən amerikanlısan, avropalısan. Yəni, fərq etmir. Bu dini kim eşidəcəksə, Allahın kitabını və Allah Rəsulundan xəbərdə olacaqsa, bu dini yaşaması onun üzərinə vacibdir. Çünki bu din son dindir. Bu peyğəmbər son peyğəmbər və bu kitab son kitabdır. Bundan sonra kitab gəlməyib. Bundan sonra peyğəmbər gəlməyib, bundan sonra da din olmayacaq. Çünki bütün dinlər gəlirdi, kitablar verilirdi, peyğəmbərlər gəlirdi. Qövmləri ya öldürürdülər, ya yalan sayırdılar, ya kitabları təhrif edirdilər, dəyişirdilər. Bu günləri Tövratı götürüb, neçə cürə Tövrat var. Bu günləri İncili götürüb Bibliyanı. Neçə cürə Bibliya var. Uşaq Bibliyasını atmış, böyük, kiçik hamısı var. Amma Quranı götürüb belə bir şey yox, bir dənədir Quran. 1400 il necədirsə indi də elədi. Qiyamətə kimi də elədi. Və peyğəmbər də bir dənədir. Muhammed Mustafa sallallahu əleyhi və səlləm. Və ona tabe olmaq lazımdır. Bu ərəbin dini deyil. Bu sənin dinindir, mənim dinimdir. Vəssalam. Yəni boynundan atıb, yəni bu söz də, yəni bu dinsizlərin sözləridir. Mən ərəbin dinini niyə gəlsən? Ərəbin dini deyil, sənin dinin. Demirsən mən müsəlmanam. Sənin dinin. Əgər sən müsəlman demirsən söz var, ateist deyirsənsə, deist deyirsənsə, sənə aidiyyəti yoxdur, hə? Sənə aidiyyəti yoxdur.